Gedirik bazara ən bahalı və ən ucuz alçı almağa. gəldik, çatdıq Vasmoy bazarına. İndi maşını park edib. İndi Elsəvər öz açkisini taxacaq və çəkilişini açki ilə eləyəcək. Baxım sənə. Bütün məlumatları sizə göstərəcəm. Nə neçədir? Getdik. Salam bebi. Alçı neçədir? Bunlar 5 manat, bunlardan da 5 5.50, hə? 5-5.50. Hə. Bu haranındır? Göycə. Göyçədir, hə? Çələ neçədir? Şeylər də 3.50 kilosu. 4.50, 5.50. Gedək qabağa da baxaq. Bak gözeye bak, süperli tamamladı. 6 manat, 10 manat, 12 manat. Ye bak bak, altında sağ ol almaz. Salam dayı. Bu göyçə neçədir? Ona verərəm. 12'ye sattım böyle. O 8'e ver. 10 manat. Salam. Budur belə göyçələrdən tapdıq 10 manata. İridirlər, baxın. Çox iridir. Bunlar harandı? Yenə 10 manata. Göyçə olan 4 manat. Bu 7 manatlıq idi. Gedirik dəliş axtarmağa. Amma hələ almamışıq. Ya almamışıq, axtarışa davam. Çələ 3.50-yə. Burada göyçə var 7 manata. Birini də fırlatdıq. Orada çox böyüklərə turşduğunu itirir. Orada yetişməyə doğru gedir deyə. Turşduğunu itirir. Əslində alçaların dadına baxmaqdan elə bazarda doyduq, amma hələ almamışıq. Söz verdiyimiz kimi indi ən bahalısını və ən ucuzunu alacağıq. Bu çiyələləri görüb dayana bilmədim. 3.50-yə burada çiyələri tapdım, dadına da baxdım, şirindir. Yarım kilo götürək də bundan. Hə. Yarım kilo. Elə bazara gəlmişkən dedik evə də bazarlıq eləyək. Burada patron xiyarı 1.30-adır. Evə alacağıq. İndi də pomidor alırıq. Zirə Bir dənə də pomidorunu poşet ver də mənə. 2.50-yə də. Bir dənə də ver. Yəni, mən belə qənaətə gəldim ki, bazarın girişləri daha ucuzdur, çən bazarın içərisi. Dayı salam. Neçədir bu göyçə? Gözde bunlar 12'de bunlar 10 manat. 12-10 manata. 12-10. Tamam mı? Burada 10 manatda. Tapdıq 10 manata. Bu göyçədir bu.